Salam uşaqlar, mən bugün sizə bağlayıcı mövzusunu keçəcəm. Bağlayıcı mövzusu nədir? Nəyə deyilir bağlayıcı? Növləri hansılardır? Hansı homonim bağlayıcılar var? Bax, bunlar haqqında geniş məlumat verəcəm. Ümumiyyətlə bilirik ki, bağlayıcı köməkçi nitq hissəsidir. Sözləri, cümlələri bir-birinə bağlayan köməkçi nitq hissəsinə bağlayıcı deyilir. Hansı bağlayıcılar var? Bağlayıcının ümumiyyətlə müəyyən məna növləri var. Birləşdirmə bağlayıcıları, bölüşdürmə, iştirac, qarşılaşdırma, inkar, şərt, aydınlaşdırma, güzəşt bağlayıcıları. Uşaqlar, bu bağlayıcıların hər birinin də birləşdirmə bağlayıcısı və ilədir. Bölüşdürmə bağlayıcısı ya da, cah da, istərsə də. İştirac bağlayıcıları həm də, hətta o cümlədən, o sıradan, habelə həmçinin gördüyünüz kimi yazılıb burada. Qarşılaşdırma bağlayıcısı amma, ancaq, lakin, fəqət, halbuki və s. İnkar bağlayıcısı nə də ki, şərt bağlayıcısı əgər, indiki, madam ki, bir halda ki. Aydınlaşdırma, yəni məsələn, güzəşt bağlayıcısı isə görürsünüz ki, qarşısında hər hansısa bir söz yazmayıb. Amma güzəşt bağlayıcısına deyilir ki, hərçənd yalanını bilirdim, amma işin sonunu gözləyirdim. Yəni bir insana güzəşt etmək. Yalanını bildiyin halda sonunu gözləyirsən. Görək sonu necə olacaq. Uşaqlar, gəldik bağlayıcıları, növlərini, hansı bağlayıcılar var, onları mən sizə dedim. İndi isə homonim bağlayıcılar var. Gəlin bunlara nəzər salaq. Homonim bağlayıcılar hansılardır? İlə, ancaq, yəni, dadə və ki bağlayıcısı homonim bağlayıcılar hesab olunur. Uşaqlar, baxın, bu sözləri cümlədə necə müəyyən edə bilərik ki? Məsəl üçün, iləni necə müəyyən edə bilərik ki, o qoşmadır, yoxsa bağlayıcı? Yəni, ümumiyyətlə, heç qoşmanı bilməsək belə, bağlayıcı olmasını nədən bilirik? Baxın, ilə bağlayıcısını əgər biz və bağlayıcısı ilə əvəz edə biliriksə, deməli, bu bağlayıcıdır. Yox, əgər əvəz edə bilmiriksə, deməli, bu bağlayıcı deyildir. Qoşmadı. Nuriyə ilə kitabları müzakirə etdik. Nuriyə və iləni hansı bilirik ki, ilə və birləşdirmə bağlayıcısıdır. Hansı bağlayıcı ilə əvəz eləyə bilərik? Ancaq və ilə əvəz edə bilərik. Başqa heç bir şey ilə əvəz eləyə bilmərik. Ona görə də burada Nuriyə ilə kitabları müzakirə etdik cümləsində hər hansı ilə sözünü bir sözlə əvəz edə bilmirik. Amma İsmail ilə Hüseyin yarışda iştirak etdi cümləsində İsmail və Hüseyin yarışda iştirak etdi cümləsində iləni və ilə əvəz edə bildik. Bilirik ki, hansı bağlayıcılar bir-birini əvəz edə bilir? Yaxın mənalı bağlayıcılar bir-birlərini əvəz edə bilərlər. Yaxın mənada nədir? Baxın, belə bir buradan sizə göstərəcəm. Məsəl üçün, bölüşdürmə bağlayıcısında hansı birləşdirmədən, hansı bağlayıcılardan istifadə olunub? Baxın, bu sözlərdən. Ya da, cah da. Əgər cümlədə yaxud verilibsə, yaxudu bu sözlərin hər hansısa biri ilə əvəz edə bilərsiniz. Cahı cahda ilə, istərsə ilə və s. ilə əvəz edə bilərik. Amma biz bölüşdürmə bağlayıcısına aid olan bir bağlayıcını götürüb inkar bağlayıcısı ilə əvəz edə bilmərik. Yaxın mənalı deyəndə bu sözlər nəzərdə tutulur. Eyni növə aid olanlar nəzərdə tutulur. Daha sonra ancaq sözünü. Ancaq ədat kimi olanda, yəni cümlənin təsir gücünü artırdığı zaman ədatdır. Bağlayıcı olaraq ancaq sözünü amma ilə sonra lakin sözü ilə əvəz edə biliriksə, deməli bu söz bağlayıcıdır. Əvəz olunursa bağlayıcıdır, əvəz olunmursa ədatdır. Hər birində də eyni qaydada. Yəni ədatdır. Yəni aydınlaşdırma ədatıdır, bilirik. Aydınlaşdırma bağlayıcısının aiddir, bilirik, üzr istəyirəm, ədat dedim. Ədat, yəni ədatı cümlədə işlədəndə, yəni sən bu hekayəni oxudun, cümlənin təsirini artırdıq. Bu ədatdır. Bağlayıcı olanda isə hər zaman nikbin ol, yəni gələcəyə ümidlə bax cümləsi. Yəni sözünü isə uşaqlar
Yəni sözü də aydınlaşdırırsan. Hər zaman niçbin ol. Yəni niçbin ol sözünü, hər zaman niçbin ol sözünü, cümləsini belə deyə aydınlaşdırırıqsa, gələcəyə ümidlə baxmalısan. Ümidli ol, niçbin ol. Demək, aydınlaşdırdıq. Cümlədən cümlə doğdu. Bəli. Burada görürsüz 2 dənə mürəkkəb cümlə yarandı. Deməli bu söz bağlayıcıdır. Amma burada sadəcə bir cümlə var. Sonunda sual işarəsi var və s. Artıq aydın olur ki, bu ədatdır, yəni sözü bu cümlədə ədatdır, bu cümlədə isə bağlayıcıdır. Da ədatı. Ədat olarsa necə olur? Bağlayıcı olarsa necə olur? Dadə bağlayıcı olduğu zaman baxırıq, hər zaman məzmununa baxırıq. Əgər bağlayıcıdırsa, burada məsələn deyə bilər ki, mən qırmızı rəngdə mənim sevdiyim rəngdir. Yəni qırmızı da sevdiyim rənglərin sırasındadır, rənglər sırasındadır. Cümlənin davamı var. Amma dadə ədat olarsa, baxın, təsir gücü var burada. Nə durmusan, danış da. Görürsüz, artıq cümlənin deyilişi, tərzi danışdı və sonda dadə sonda işləndi. Amma bağlayıcı olanda sözlər arasında işlədilir dadə. Ki bağlayıcısına baxırıq. Ki bağlayıcısı aydınlaşdırma bağlayıcısıdır. Bilirəm ki, uğura gedən yol zəhmətdən keçir. Cümləni aydınlaşdırdıq, fikrimizi, düşüncəmizi aydın şəkildə dedik və bağlayıcı olanlar özündən sonra mütləq vergül tələb eləyir ki bağlayıcısı. Amma sən ki əlini ağdan qaraya vurmamısan, niyə yoruldun? Burada baxın, sən ki artıq səni daha da qüvvətləndirdik, sərt dedik. Bu zaman ədatdır və özündən sonra vergül tələb etmədi. Əgər vergül varsa, ki bağlayıcısından sonra vergül qoyulursa, bu zaman bağlayıcıdır. Vergül qoyulmursa, deməli bağlayıcı deyil, ədatdır. Baxın uşaqlar, bugünlük bağlayıcı mövzusunu bura qədər sizə izah etdim. Hər hansısa çətinliyiniz qalarsa, şərh bölməsində qeyd edə bilərsiniz. Eyni zamanda 099 890 29 00 nömrəsinə də WhatsApp ilə və yaxud da zəng ilə əlaqə saxlaya bilərsiniz ki, onlayn dərslərimizə yazıla bilərsiniz. Qeyd edim ki, dərslərimiz ilk dərs ödənişsiz olaraq həyata keçirilir. Həftəlik, aylıq sınaqlar təşkil edilir və sınaqlardan yüksək nəticə toplayan, %100 nəticə toplayan uşaqlar artıq gələn ayki ayda hazırlığını ödənişsiz şəkildə davam etdirir. Dərslərimizin hamının büdcəsinə uyğun, hamının qavraya biləcəyi aydın, eyni keçirilir, aydın şəkildə keçirilir və əyləncəli metodlarla. Təbii ki, dərslərimizdən yararlanmaq istəyirsinizsə, mobil nömrəmlə əlaqə saxlaya bilərsiniz. Təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın.